Salam, xoş gördük hər birinizi dəyərli Ümumi Təhsil qrupunun üzvləri. Bugünkü mövzumuz ölkələrin inkişaf səviyyəsinə görə təsnifatı. İnkişaf etmiş, inkişaf etməkdə olan ölkələrdir. Başlayaq. Ölkələrin iqtisadi potensialı uzun dövr ərzində formalaşır. Ölkələrin iqtisadi potensialı bəs nələrə təsir göstərir? Ölkələrin iqtisadi potensialı nələrə təsir göstərir? Ölkələrin iqtisadi potensialı nələrə təsir göstərir? Bəli, ölkələrin iqtisadi potensialı əhalinin həyat səviyyəsinə, gəlirlərin artmasına, xidmətlərin yüksəlməsinə. Yəni iqtisadi potensialı yüksək olan ölkələr inkişaf etmiş ölkələrdir. İqtisadi potensialı aşağı olan ölkələr inkişaf etməkdə olan kasıb ölkələrdir, düzdür? İqtisadi potensial nə qədər yüksək olarsa, əhalinin gəlirləri nə qədər çox olarsa, həmin ölkədəki əhalinin həyat səviyyəsi də, həmin əhalinin gəlirləri də, onlara göstərilən xidmət də bir o qədər yüksək olar və digərində isə tam əksi olar. Bəs ölkələrin iqtisadi potensialı nələrdən asılıdır? Yəni ölkənin iqtisadi potensialının yüksək və ya aşağı olmasına təsir göstərən amillər hansılardır? Səsi bağlayağın zəhmət olmasa kiminsə səsi açıqdır. Ölkələrin iqtisadi potensialı nələrdən asılıdır? İzah eləyəcəm, yazın. Ölkələrin iqtisadi potensialı nələrdən asılıdır? Deməli, həmkarlar, izahını verirəm, diqqətli olun. Ölkələrin iqtisadi potensialı, yəni ölkənin iqtisadi gücü, inkişafı nədən asılıdır? Əgər bir ölkədə təbii ehtiyatlar varsa, həmin ölkə bəxtəvərdir, dırnaq arası deyək. Əgər bir ölkədə təbii ehtiyatı emal etmək üçün müəssisə və yaxud da ixtisaslı kadr varsa, həmin ölkə bəxtəvər ölkədir. Yəni, bir ölkədə hasilat var, emal yoxdursa, bu iqtisadi potensiala təsir göstərəcək, zəif olur. Məsələn, deyək, Venezuelada neft hasil olunur, amma emal olunmur. Emal gedir Qərbi Avropada. Azərbaycanda neft hasilatı var, emalı Bakı neft ayırma zavodu var bir dənə. Azərbaycanda xarici ölkələrin British Petroleum, Lukoil, Türk Petrolları, Statoil kimi xarici şirkətlər emal mərhələsində, emal prosesində iştirak edirlər və 50-50-yə. Tutaq ki, o hasilatdan 10 milyard qazanacaqdıqsa, ümumi 5 milyarda həmin şirkətin olur, 5 milyardı bizim. Aydın oldu. Yəni, ölkənin iqtisadi potensialı nələrdən asılıdır? İxtisaslı kadrın olmasından, yəni onu idarə edə bilən şəxsdən, emal texnologiyasından, təbii ehtiyatlarla təminatdan və ən əsası satış bazarından. Gəldik. Ölkələr var ki, həmin ölkələrin əhalisinin əksər hissəsi kənd təsərrüfatında çalışır. Belə ölkələr necə ölkələr adlanır? Müzakirə ilə aparaq ki, dərsi həm də daha maraqlı olsun, izah verə-verə. Aqrar ölkələr, inkişaf etmiş ölkələrin əksəriyyətində əhali aqrar sahədə çalışmır axı. Çoxunda, yəni çalışa bilər. Elə ölkələr var ki, orada hamısında, yəni sənayedə də çalışanlar var, sənaye sahibi. Məsələn, Birləşmiş Ərəb Əmirliklərdə, Qətərdə, Omandı, Bəhreyn kimi ölkələrdə əhalinin çox hissəsi sənaye sahələrində çalışır. Deməli, əhalisinin çox hissəsinin kənd təsərrüfatında çalışdığı ölkələrə biz dırnaqarası aqrar ölkələr deyəcəyik. Aydın oldu. Və elə ölkələri var ki, əhalinin çox hissəsi qeyri-istehsal sahələrində çalışır. Belə ölkələr necə ölkələr adlanır?
post sənaye mərhələsində olan ölkələr tamamilə doğrudur. Post sənaye mərhələsində olan ölkələr. Post sənaye mərhələsində iqtisadiyyat yeni mərhələyə qədəm qoyur ki, bu mərhələ necə adlanır? İqtisadiyyat, keyfiyyət yeni mərhələyə qədəm qoyur ki, bu necə adlanır? Əlbəttə, əziz həmkarlar. Modernləşmə mərhələsi adlanacaq. Modernləşmə mərhələsi. Aydın oldu. Modernləşmə mərhələsi adlanacaq. Ölkələrin inkişaf səviyyəsi yüksəldikcə istehsal olunan məhsullar, göstərilən xidmətlərin dəyəri artır. Yaxşı, mənə deyin görə, ölkələri inkişaf səviyyəsinə görə təsnif edərkən ən birinci nəzərə alınan amil hansıdır? Ən birinci nəzərə alınan amil, bəli, ümumdaxili məhsuldur. Həm ümumdaxili məhsul var, həm ümummilli məhsul var. Ümumdaxili məhsul nədir? Ümummilli məhsul nədir? Zəhmət olmazsa. Ümumdaxili məhsul nədir? Ümummilli məhsul nədir? Ümumdaxili məhsul ölkə daxilində, sözə baxın, daxili. Ölkə daxilində həm yerli şirkətlərin istehsal etdiyi məhsul, həm də xarici şirkətlərin ölkə daxilində istehsal etdiyi məhsuldur. Ümummilli məhsul, ümumi milli, həm ölkənin daxilində, həm ölkənin xaricində yerli şirkətlərin istehsal etdiyi məhsuldur. Deməli, yerli şirkətlərin istehsal etdiyi məhsul həm ümumdaxili məhsula, həm də ümummilli məhsulun ortaq cəhətidir. Yadda saxlayın. Yaxşı. Təkrardan bir sual verim. Hansı ölkədir ki, Şərqi Asiyadan orada ümummilli məhsul ümumdaxili məhsuldan çoxdur? Yaponiyadan söhbət gedir. Nəyə görə Yaponiya? Ay, sağ olun. Qısa lakonik. Xarici şirkətləri çoxdur. Yəni, transmilli şirkətlər çoxdur. Xaricdə olan şirkətləri çoxdur. Deməli, dünya ölkələri İnkişaf səviyyəsinə görə təsnif edilərkən hansı amillər nəzərə alınır? Bir mesajda zəhmət olmasa. Hansı amillər nəzərə alınır? Bir mesajda zəhmət olmasa. Yaxşı, kifayətdir, çoxlu yoldaş yazdıcı. Deməli, dünya ölkələri inkişaf səviyyəsinə görə təsnifatı aparılan zaman birinci, ümumdaxili məhsulun ümumi həcmi nəzərə alınır. İkinci, ümumdaxili məhsulun hər nəfərə düşən kəmiyyəti nəzərə alınır. Məsələn, elə inkişaf etmiş ölkə var ki, onda ümumdaxili məhsulun ümumi həcmi çoxdur. Məsələn, Braziliya. Amma adam başına düşən həcmi az olduğuna görə artıq inkişaf etməkdə olan ölkədir. Təsərrüfatın sahə quruluşu.
Əsas məhsul növlərinin hər nəfərə görə istehsalı, əhalinin həyat səviyyəsi və keyfiyyəti, iqtisadi səmərəliliyin göstəriciləri. Bunlar inkişaf etmiş və inkişaf etməkdə olan ölkələri qruplaşdırarkən nəzərə alınan əsas amillərdir. Gəldik inkişaf etmiş ölkələrdən. İnkişaf etmiş ölkələrdən birinci böyük yeddilərdir. Böyük yeddilikdə hansı ölkələrdir? Böyük yeddilikdə hansı ölkələrdir? Böyük yeddilikdə hansı ölkələrdir? Amerika Birləşmiş Ştatları, Kanada, Şimali Amerikadan, Yaponiya, Şərqi Asiyadan, Almaniya, İtaliya, Fransa, Böyük Britaniyada, Qərbi Avropadan. Yaxşı, mənə deyin görək, böyük yeddilikdə olan hansı ölkələr unitar monarxiya ölkələridir? Hansı iki ölkə unitar monarxiya ölkəsidir? Böyük yeddilikdə hansı iki ölkə unitar monarxiya ölkəsi hesab olunur? Böyük yeddilikdə hansı iki ölkə unitar monarxiya ölkəsi hesab olunur? Tamamilə doğrudur. Yaponiya və Böyük Britaniya. Bəs böyük yeddilikdə hansı üç ölkə federativ ölkədir? Hansı üç ölkə federativ ölkədir? Qəşəng bir sual. ABŞ-dır, Kanadadır, Almaniyadır. Yaxşı, böyük yeddilikdən hansı ölkədə Kansai elm mərkəzi texnopolisi mövcuddur? Böyük yeddilikdən Fransada hansıdır? Sofia Antipolisidir. Tamamilə doğrudur. Qərbi Avropada olan inkişaf etmiş ölkələr hansılardır? Bir mesajda yazın. Birini yazıb, birini saxlamayın. Xahiş edirəm. Deməli, Yaponiyada Kansai elm mərkəzi idi. Fransada Sofia Antipolisi idi. ABŞ-da da Silikon Vadisi Perdue Tədqiqatlar Parkı, Cummings Tədqiqatlar Parkı. Sualımsa belədir. Qərbi Avropada olan inkişaf etmiş ölkələr hansılardır? Kifayətdir. Söhbət Avstriya, İsveçrə, Belçika, Niderland, İsveç, Norveç, Danimarka, Finlandiyadan gedir. Almaniyanı artıq bura əlavə eləmirik. Çünki Almaniya birinci kateqoriyaya aiddir, yoldaşlar. Məsələn, Kanadanı biz köçürülmə kapitalist ölkəsi kimi vermirik. Artıq Kanada oradadır. Fikrim çatdı. Yaxşı. Qərbi Avropada olan bu ölkələrdən hansı Ural dil ailəsinə aiddir? Qərbi Avropada olan
Finlandlar Ural dil ailəsinin Finiqor dil qrupuna aiddirlər, bəli. Qərbi Avropada olan bu ölkələrdən hansının ərazisindən Dunay çayı keçir? Hollandlar German dil qrupu idi. German. Yuxarı hissədə. Avstriyanın, Almaniyanın dedi ya Xacun xanım. Almanlar artıq, yəni ikinci kateqoriyadan söhbət edirik. Aydın oldu. Qərbi Avropada olan bu inkişaf etmiş ölkələrdən hansının ərazisində polderlər inkişaf eləyirdi? Bu ölkələrdən, bəli, Niderlandın ərazisində, bu ölkələrdən hansı ölkədir ki, özü yarımadada, paytaxtda, adada yerləşir? Danimarka. Tez-tez verəcəm sualı, çünki 34 dəqiqəmiz gedib. Fevral qrupunun bir 10 dəqiqəsini alacaq onlardan, eybi yox, halallığını verərlər. Bu ölkələrdən hansının ərazisində fiordlara rast gəlirik? Bu ölkələrdən hansının ərazisində Şermat kurortu? Dəyərli həmkarlar, mən sizə bir şey deyim. Mənim sizə verdiyim suallar hansısa bir vərəqdə əvvəlcədən yazılmayıb. Aydın oldu. Hansısa bir sualı əvvəlcədən 50 dənə, 100 dənə bəzilər kimi sualı yazıb, sonradan onu sizə vermirəm. Kitabı qoymuşam 8-ci sinifi qarşıma. Qərbi Avropada olan inkişaf etmiş ölkələr. İsveçrə, Avstriya, Belçika, Niderland, İsveç, Norveç, Danimarka, Finlandiya ölkələrə baxıram. Sualları verirəm. Belə suallar düşəcəkdə siz sertifikasiyanı elə bir şey eləyibsiniz ki, elə bil ki, sertifikasiya imtahanı nə bilim valla. Nə problem var ki, sertifikasiyanı hamımız yüksək falan verəcəksiniz. Buna əmin olun. Kimin sertifikasiya balı zəif olsa, ödənişlərin hamısını geri qaytaracam. Bax, mən deyirəm. Sertifikasiya balı zəif olanların ödənişləri geri qayıdacaq. Yaxşı, davam eləyək. Deyin görək, Qərbi Avropada olan inkişaf etmiş ölkələrdən hansı ölkələr Skandinaviya yarımadasında yerləşir? Norveçlə İsveç. Tamam. Buradan yekunlaşdırdıq. Keçdik köçürülmə kapitalist ölkələr. Zəhmət olmasa 4 ölkənin adını yazaq. Finlandiya yox. Finlandiya Skandinaviya yarımadasında yerləşmir. Köçürülmə kapitalist ölkələr. Söhbət bəli. Gedir Avustraliya İttifaqı, Yeni Zelandiya, Car və İsraildən gedir. Bu ölkələrdən hansı İngiltərənin müstəmləkəsi olmayıb? İsrail? Bəli, cavab İsraildir. Olub, Kanada olub. Yaxşı, bu ölkələr Britaniyanın təşəbbüsü ilə həmin ölkələrin çoxunda şirkətlər qurulur. Bunlara nə deyilir?
Metropoliyalar deyilir. İndi gəlin köçürülmə kapitalist ölkələrdən suallarımıza davam eləyək. Avstraliya İttifaqı, Yeni Zelandiya, Cənubi İsrail, bunlar köçürülmə kapitalist ölkələrdir. Yaxşı, bu ölkələrdən hansılar federativdir? Bu ölkələrdən hansılar federativdir? Car çıxıb ki, Cənubi Afrika Respublikası, onu harda görübsünüz kitablarda, orta məktəb dərsliğində. Hələ ki o barədə heç bir bilgi yoxdur. Qarışdırmayın özünüzü, beyninizi. Yaxşı. Tautona qızıl mədəni. Yo, o da çıxmayıb. Heç bir yerdə hələ o barədə bilgi yoxdur. Tautona qızıl mədəni hardadır? Wikipedia deyir, səhv eləyir. Wikipediadan sual salmayacaqlar. Yadınızda saxlayın, orta məktəb dərsliyindən kənardan sual düşsə, Allah and olsun, onların başını oynatmaq olar. Nə mənada? Yəni ki, sən orta məktəbdən mən dərs keçirəm də, sən mənə oradan sual ver. Bəli, əsas dərslikdə. Tautona qızıl mədəni Cardadır, Cənubi Afrika Respublikası. Bəs Avstraliyadakı hansıdır? Aha. Yeni Zelandiyada olan fəaliyyətdə olan vulkan hansıdır? Superpit Avstraliyadadır. Açıq sular. Aha, diqqətli olun. Bir dənə sual verim. Diqqətli olun. Yeni Zelandiya adasını kim kəşf etmişdi? Diqqət. Görüm hələ. Tasman yazan kimdir? Sən. Birinci Nasifəri yazıb. Birinci Nasifəri, sonra Salim Əlmə yazıb. Avstraliyanı və Yeni Zelandiya adasını Tasman kəşf eləyibdi. Amma müstəqil adadan ibarət olduğunu, iki müstəqil adadan ibarət olduğunu Cook deyibdi. Bax, bu sual sizi çaşdıra bilərdi, bildik, diqqətli olun. Bəs Yeni Zelandiyanın yerli əhalisi necə adlanır? Maorilər. Maorilər. Yaxşı, Qərbi Avropada orta inkişaf səviyyəsinə malik olan ölkələr hansılardır? Dörd dənə deyə, əziz həmkarlar. İspaniya, Portuqaliya, Yunanistan, İrlandiya. İrlandiyada hansı qaynar nöqtə var idi? Aferin Fidan. Qəşəng. Baskılar ölkəsi İspaniyadadır. Kataloniya, Baskılar ölkəsi. Qərbi Avropada ən şərqdə yerləşən ölkə hansıdır? Bəli, Yunanistandır. Deyin görək, İspanlar və Portuqallar hansı dil qrupuna aiddirlər? Qəşəng. Qrupa yeni daxil olan ölkələr, inkişaf etmiş ölkələr qrupuna daxil olan Roman dil qrupudur, bəli.
Qrupa yeni daxil olan ölkələr hansılardır? 3 ölkə. Cənubi Koreya, Singapur, Kipr. Aha, Cənub-Şərqi Asiyanın mirvarisi hansı ölkə hesab olunur? Singapur hesab olunur. Tamamilə doğrudur. Bunu da qoyduq bir tərəfə. Gəldik. Müasir dövrdə, nə bilim nəyə görə deyirlər də dırnaq arası. Məsələn, Avropanı tikiş fabriki Çexiyanı adlandırırlar. Avropada Şimal dənizini Avropa Texası adlandırırlar. Belə ləqəblər var da. Hindistanın nə bilim baş tacı Nigeriyadır, nədir Afrikada belə bir ölkədir. Və s. belə xırda şeylər var ki, onları yadda saxlayın. Bax, bir dənə belə bir sual verəcəm sizə. Müasir dövrdə xidmət sahələrinin payı artır, sənayinin payı artır, yoxsa kənd təsərrüfatının? Mənə hərə bir dənə xidmət sahələrinin rolu artır. Mənə zəhmət olmasa hər kəs bir dənə mineral xammal ölkəsi yazsın. İnkişaf etməkdə olan ölkələrdən mineral xammal ölkəsi. Mineral xammal ölkəsi, əziz həmkarlar, diqqətli olun. İnkişaf etməkdə olan ölkə istəyirəm, dəyərli yoldaşlar. Mineral xammal ölkəsi, inkişaf etmişdə olan ölkələrdən. Mən orada Cənub-Qərbi Asiya ölkələrindən çox az bir ölkə gördüm ki, yoldaşlar yazıb. Birləşmiş Ərəb Əmirliklərdir, Qətərdir, Omandır, Bəhreyndir, Küveytdir. Aha. İnkişaf etməkdə olan ölkələrin əsas qrupuna aid olan 4 ölkə. Braziliya, tez-tez, Meksika, Hindistan və Çin. Meksika immiqrasiya mərkəzidir, yoxsa emiqrasiya? Meksikaya Latın Amerikasından gəlir, Meksikadan da Rio Grande çayını keçməklə gedir ABŞ-a. Həm immiqrasiya, həm emiqrasiya. Meksika və Rusiya demişdik. Bu 4 ölkə var ha, Braziliya, Meksika, Hindistan və Çin. Bu ölkələr ÜDM-nın ümumi həcminə görə ilk 20-likdədirlər. Amma adam başına düşən həcmə görə isə nədir? İnkişaf etməkdə olan ölkələr kateqoriyasına aiddirlər. Yaxşı, mənə deyin görək, neft ixrac edən ölkələr birliyi hansı təşkilatda birləşirlər? Əhalisi çoxdur, bəli. OPEC, düzgün yanaşmadır. OPEC regional təşkilatdır, yoxsa sahəvi təşkilatdır? OPEC-ə üzv olan ölkələrin adını deyək, xüsusilə Cənubi-Qərbi Asiya ölkələrinin adını. OPEC-ə üzv olan Cənubi-Qərbi Asiya ölkələrinin adını sayaq zəhmət olmasa. Deməli, Səudiyyə Ərəbistandır,
Küveyt, Birləşmiş Ərəb Əmirliyi, Qətərdir, Omandır, Bəhreyindir. İndi mənə belə bir sualıma cavab verin. Bu ölkələrlə qonşu olan kasıb Ərəbistan yarımadası ölkəsi hansıdır? Bu ölkələrin hamısı ilə yoxdur, yəni Yəmən tamamilə doğrudur. Neft ixrac edən Cənub-Qərbi Asiya ölkələrindən hansı ölkə konstitusiyalı monarxiya ölkəsidir? Konstitusiyalı monarxiya ölkəsi. Söhbət Kuveytdən gedir. Kuveytlə Yordaniyadır. Yordaniyada neft yoxdur. Küveyt, bəli. Yaxşı, bu ölkələrdən hansında teokratik monarxiyadır? Teokratik monarxiya. Ya Allah, başladı Kənan bəy. Səudiyyə Ərəbistanı. Bəs bu ölkələrdən hansı mütləq monarxiyadır? Bu ölkələrdən hansında mütləq monarxiyadır? Səudiyyəni götürməyin də, artıq onu biz dedik ki, teokratikdir. Birləşmiş Ərəb Əmirliyidir, Bəhreyindir, Qətərdir, Omandır. Yaxşı, bu ölkələrdən hansı İran körfəzində yerləşir və körpü ilə Ərəbistan yarımadasına birləşir? Körpü ilə Ərəbistan yarımadasına birləşir. Bəhreyn. Yaxşı, bu ölkələrdə təbii artımın ikinci tipidir, düzdür. Demoqrafik siyasət əhalini artırmağa yoxsa azaltmağa xidmət edir. İkinci tip da. Təbii və birmənalı şəkildə artırmağa, işçi qüvvəsi kəminə məlməhsən, işçi qüvvəsi ona görə. Bu ölkələr daha çox immiqrasiya mərkəzidir, yoxsa emiqrasiya mərkəzidir? İmmiqrasiya mərkəzidir. Tamamilə çoxdur. Vallahi mənə də 10-15 min versəydilər aya gedərdim ora. Bu ölkədə immiqrasiya eləyənlər daha çox hansı regiondan gəlirlər? Cənubi və Cənub-Şərqi Asiyadan. Bu regiona immiqrasiya eləyən ölkələr daha çox hansı iqlim tipindədirlər? Tip. Tip deyirəm yoldaşlar, tip. Musson iqlim tipində daha çox. Musson tip deyirəm axı. Subekvatorial iqlim tipi deyil. Mussondur, musson. Yaxşı, yeni sənayeləşmiş ölkələrdən hansı ölkələr qalay volfram qurşağına malikdirlər? Hansı iki ölkənin adını xüsusi qeyd eləyərdiniz? Tayland, Malayziya. Yaxşı. Yeni sənayeləşmiş ölkələr qrupuna aid olan hansı ölkə Çikukamata yatağına malikdir? Nə yatağıdır bu arada? Çikukamata mis yatağıdır, Çilidədir. Bu ölkələrdən
Yeni sənayələşmiş ölkələr qrupuna aid olan La Plata ölkələrindən hansının adını çəkə bilərsiniz? La Plata ölkələrindən hansının adını çəkə bilərsiniz? Argentina ilə Uruguayın. La Plata ölkələri Argentina, Paragvay, Uruguaydır. Paragvay ölüb, Argentina ilə Uruguay isə yeni sənayeləşmiş ölkələr kateqoriyasına aiddir. Bu ölkələrdən hansı dünyada xromitə görə fərqlənir? Türkiyə tamamilə doğrudur. Bu ölkələrdən hansı arxipelaqda yerləşir? Daha çox. Kübra xanım hər ikisini yazdı. Düppədüzdə yazdı birinci. İndoneziya və Filippin. Yeni sənayeləşmiş ölkələr qrupu nəyə görə belə güclü inkişaf eləyirlər? Bir mesajda yazın, zəhmət olmazsa. Nə yazıbsınız? Sənaye sənaye inkişaf edir. Bundan bir dənə sual düşəcək, əminəm. Yazın, izahım verəcəm indi. Yeni sənayeləşmiş ölkələrin yeni sənaye ölkələri güclü emal sənaye sahələrinə malikdir. Yüksək iqtisadi inkişaf səviyyəsinə görə inkişaf etməkdə olan ölkələrin digər kateqoriyalarından, məsələn, keçid dövründə olan ölkələr, kasıb ölkələr, klassik ölkələrdən fərqlənir. Yeni sənayeləşmiş ölkələr xarici investisiya qəbul edirlər, idxal edirlər texnologiyanı, ucuz işçi qüvvəsi var, ixtisaslı işçi qüvvəsi var. Aydın oldu. Ona görə də elm tutumlu sənaye məhsulları istehsal edirlər. Uruguay mənə çatmır. Nəyi var onun? Müəllimə, ən azından okean sahilində yerləşir. Ən azından Braziliya ilə, Argentina ilə qonşudur. Ən azından. Məsələn, biz Afrikadan danışanda Mediterranean danışanda nə deyirdi? Deyirdi, Mediterranean Cənubi Avropa. Diqqət eləyin, zəhmət olmasa. Cənubi Avropa, Cənub-Şərqi Avropa, Cənub-Qərbi Asiya, Şimali Afrika daxildir, düzdür. Deyirdik, region içərisində ən geri qalan Şimali Afrikadır. Amma Afrikanın digər regionları ilə müqayisədə Şimali Afrika yaxşı inkişaf edib. Nöşün? Çünki nə idi cavabı? Çünki siz yazın, mən eşidim. Qonşuları yaxşıdır. Jalə müəllimə qısa lakonik. Avropa ilə qonşudur. Duza çörəyə qonşuya gedə bilir. Aydın oldu. Yəni, indi Uruguayın iqlimi də yaxşıdır. Dünya okeanına çıxışı var. Biz iqtisadi coğrafi mövqeyin əlverişli cəhətlərindən danışanda biz deyirdik, əgər bir ölkənin dünya okeanına çıxışı varsa, deməli bunun coğrafi mövqeyi əlverişlidir. Paragvay hara, Uruguay hara? Uruguay. Aydın oldu. Yəni, ətraflı şəkildə mən çalışdım ki, sizə bunu izah edeyim. Gəldik keçid dövründə olan ölkələr. Bu ölkələrə hansı regionun ölkələrini stat çəkə bilərsiniz? Bülbülün səsi motivasiya verir mənə. Aha. Bəli, MDB-nin, Şərq Avropanın, hazırki sosialist ölkələr. Hazırki sosialist ölkələr hansılardır? ÇK, VK, nə bilim, Sosialist ölkələr. Çin, Laos, Vietnam, Kuba, Şimali Koreya, yəni Xıdır.
Aydındır. İndi biz burada keçid dövründə olan ölkələrdə Çini götürmürük. Nöşün? Çünki Çin əsas ölkələr qrupuna aiddir, yarım qrupa aiddir. Aydın oldu. Yaxşı. BRICS təşkilatına aid olan 5 ölkə. Alt-alta bir mesajda. BRICS təşkilatına aid olan 5 ölkə. BRICS təşkilatına aiddir. Braziliya B hərfi. Rusiya İ. İndiya, Hindistan. K. Kitay, yəni Çin. S da South Africa Republic, İngilis dilində. Cənubi Afrika Respublikası. BRICS təşkilatına aid olan hansı ölkə bu ölkələrin içərisində sahəsinə görə ən kiçikdir? Söhbət Cənubi Afrika Respublikasından gedir. İndi mən sizə 6 ölkə adı çəkəcəm. Siz o ölkələrdən hansının yeni sanayi ölkəsi olduğunu, hansının keçid dövründə olan ölkə olduğunu, hansının əsas kateqoriyaya aid olduğunu, inkişaf etməkdə olan ölkələrdə hamısı. Hansı yeni sanayi ölkəsidir, hansı keçid dövründə olan ölkədir, hansı isə əsas ölkələr qrupuna aiddir, onları deyəcəksiniz. Argentina. Argentina. Yeni sənayiləşmiş ölkə. Mongolistan. Kısa yazın. Keçid yazacaqsa keçid yazın. Aha, keçi də yaza bilərsiniz. Keç də yaza bilərsiniz. Ç hərfi də yaza bilərsiniz. Əsas odur, problem yoxdur. Mən biləcəm ki, nəyi deyirsiniz. Hindistan. Əsas ölkədir, bəli. Bəs Çin? Sosialist ölkə olan Çin? Çaşmadınız, əhsən, çaşmadınız. Aha. Müsəlman ölkəsi olan Filippin. Filippin üzr istəyirəm, İndoneziya deyirdim. Filippin. Filippin YS-dir. Bəli. Braziliya. Bəs Qazaxıstan. Paragvay. Paragvay. Yoxdur deyəndə ona deyirsiniz ən geri qalmış ölkələr. Ən geri, yox, keçid deyil o. Ən geri qalmış ölkələr gedir. Yaxşı. Belə həmkarlar. Deyin görək. Ölkələrin insan inkişaf indeksi ölkələri nədir? İnsan inkişaf indeksi hesablanan zaman hansı amillər nəzərə alınır? İnsanın inkişaf indeksi hesablanan zaman hansı amillər nəzərə alınır? 1. Uzun və sağlam ömür. İkinci, yəni insanın inkişaf indeksini hesablamaq üçün təhsil səviyyəsidir. Üydümünün həcmidir, bir də orta ömür müddətdə. Amma insanın inkişaf indeksini hesablamaq üçün aşağıdaşları bilmək lazımdır. Uzun və sağlam ömür,
təhsil səviyyəsi. Yəni bu təhsil səviyyəsinə də aiddir ibtidai, orta, ali təhsil alması falan. Bir də layiqli yaşayış standartları. Demək olar ki, yekunlaşdırdıq. Son olaraq əziz həmkarlar, hamımızdan düzgün cavab gözləyirəm. Düzgün cavab. Kimlər 50 plus istəyir və yaxud da kimlər 80 plus istəyir miqçilərim? Buyurun. Ay maşallah, ay maşallah. Allah-u Teala deyir ki, sən istə ki, sidq ürəklə istə. Mən də sənə kömək olum. Qəşəng. İnşallah, inşallah yaxşı olacaq. Belə, yoldaşlar, dərs bitdi. Çox sağ olun. İnşallah növbəti dərs görüşərik. Allah əmanət olun. Gecəniz xeyrə qalsın. Sağ olun.